Qoç bürcü. Sizi asan və əlverişli gün gözləyir. Qırılmış münasibətləri bərpa etmək üçün yaxşı vaxt və şəraitin özü sizi doğru insana doğru sövq edəcək. Bir çox qoç əlavə gəlir mənbəyi tapacaq. Çox uzatmadan qəbul etməli olduğunuz perspektivli təkliflər almağınız mümkündür. Küçəyə çıxmaq və mədəni tədbirlərdə iştirak etmək böyük zövq verəcək. Maraqlı insanlarla təsadüfi tanışlıqlar mümkündür. Çoxdandır yaxşı tanıdığınız biri ilə romantik hekayənin inkişaf etməsi tamamilə mümkündür. Buğa bürcü. Sizi çətin səhər gözləyir. Duyğuların öhdəsindən gəlmək və xırda şeylərə görə qıcıqlanmamaq çətin olacaq. Ciddi söhbətlər, iri miqyaslı işlər və mühüm qərarlar qəbul etmək üçün ən yaxşı vaxt deyil. Əksər buğalar adi ev işləri ilə məşğul olmalıdırlar. Yaxınlarınızla mübahisəyə düşməməyə çalışın, çətin ki, asanlıqla ümumi dil tapa biləsiniz, ancaq cəfəngiyata görə mübahisə etməyiniz böyük ehtimaldır. Tədricən müsbət tendensiyalar üstünlük təşkil edəcək və hər şey yaxşılaşacaq. Günün ikinci yarısı qısa səfərlər üçün əlverişlidir. Özünüzlə tək qalmaq ən yaxşısıdır, bu sizə rahatlıq tapmağa kömək edəcək. Əkizlər bürcü. Siz güc və enerji ilə dolu olacaqsınız, buna görə də bütün planlaşdırılan işlərin öhdəsindən mükəmməl gələcəksiniz. İndi səliqə sahman etmək və lazımsız şeylərdən qurtulmaq üçün doğru zamandır. Köhnə narahatlıqlar sizi təqib etmək üçün geri qayıda bilər, lakin çox yorucu olmayacaq. Bir çox əkizlər faydalı insanlarla əlaqə qura biləcəklər ki, bu da tezliklə işdə və ya işdə faydalı olacaq. Özünüzü yeni işdə sınamaq üçün yaxşı zamandır. Hər şeyi tez başa düşəcəksiniz və ilk nəticələr çox gözləməyəcək. Axşam qonaqları qəbul etmək üçün əlverişlidir, xüsusən də ümumi işgüzar maraqlarınız varsa. Xərçəng bürcü. Bütün gözləntiləriniz özünü doğrultmasa da gün yaxşı keçəcək. Səhər saatlarında evinizi və işlərinizi qaydasına salmağınız zərər verməz. Yaxınlarınızdan ehtiyacı olanlara kömək etmək imkanı yaranacaq. Bir çox xərçənglər son vaxtlar bir-birlərini çox yaxşı başa düşmədikləri qohumlarla münasibətlərini yaxşılaşdıracaqlar. Həqiqətən istəməsəniz belə, əvvəlki vədlərinizi yerinə yetirdiyinizə əmin olun. Yaxşı bir reputasiya saxlamaq vacibdir, bu gələcəkdə sizə dəfələrlə kömək edəcəkdir. Axşam sakit bir atmosferdə ailə üzvlərinin və ya sevilən birinin əhatəsində keçirilməlidir. Şir bürcü. Tanış məsələlərə yaradıcı yanaşmaqla çox şeyə nail ola bilərsiniz. İşləri qaydaya salmaq və çoxdankı problemləri həll etmək üçün gözəl gündür. Hər hansı bir çətinlik sizə heç bir şey kimi görünməyəcək. Əksər şirlər faydalı insanlarla əlaqə qura və qırılan əlaqələri bərpa edə biləcəklər. İndi gələcək üçün planlar qurmaq üçün yaxşı vaxtdır. Tezliklə vacib rəqabət üstünlüyünüzə çevriləcək faydalı məlumatları öyrənə bilərsiniz. Hər şey gözlədiyiniz kimi alınmayacaq, lakin çeviklik və hazır cavablıq istənilən vəziyyətdən çıxış yolu tapmağa kömək edəcək. Qız bürcü. Səhərinizi vacib şeylərlə başlamamalısınız. Diqqəti cəmləmək çətin olacaq. Yaxınlarınızla mübahisələr və fikir ayrılıqları mümkündür, lakin bu ciddi münaqişələrə səbəb olmayacaq. Ailə üzvləri işinizə qarışmağa cəhd edə bilər, bu həmişə uyğun olmaya bilər, amma yenə də iştiraklarına görə onlara təşəkkür etməlisiniz. Bəzi qızlar gözlənilməz köməkçilərin enerjisini düzgün istiqamətə yönəldə biləcəklər. Günün ortasında əhval dəyişikliyinin öhdəsindən gələcək və baş verənlərin müsbət tərəflərini görə biləcəksiniz. Uzun müddətdir sizi narahat edən yarımçıq işləri başa çatdırmaq fürsəti yaranacaq. Tərəzi bürcü. Dəyişiklik üçün susuzluq hiss edəcəksiniz. Enerjinizi düzgün istiqamətə yönəldə bilsəniz, həyatınızı yaxşılığa doğru dəyişə biləcəksiniz. Bir çox tərəzi qeyri-adi şəraitdə maraqlı insanlarla tanış ola biləcək. Qohumların və ya dostların problemləri ilə məşğul olmaq məcburiyyətində qala bilərsiniz və bu, onlarla münasibətinizə ən yaxşı təsir göstərəcək. Təcrübəli dostların məsləhətlərinə qulaq asın, onlar sizə faydalı fikirlər verəcəklər. Qısa səfərlər istər tək başına, istərsə də sevilən birinin yanında yaxşı keçəcək. Əqrəb bürcü. İlk cəhddə hər şey nəticə verməyəcək, lakin bu, hər şeyi sonraya təxirə salmaq üçün bir səbəb deyil. Səhər yığılıb qalmış ev işləri ilə məşğul olmalı olacaqsınız. Əksər əqrəblər xırda qıcıqlanmalardan qıcıqlanmamaq üçün səbr yığsalar yaxşı olar.
Ailə üzvləri ilə xırda fikir ayrılıqları ola bilər, amma istəsəniz onları tez həll edə bilərsiniz. Günorta yeni nəsə öyrənmək və ya imtahanlara hazırlaşmaq üçün mükəmməldir. Qazandığınız biliklər yaddaşınızda uzun müddət qalacaq. Axşam saatlarında qonaq getməyin və ya dostları dəvət etməyin zərəri olmaz. Ox atan bürcü. Cəsarətli planları həyata keçirmək üçün yaxşı gündür. Yaradıcılıq qabiliyyətləriniz gözlənilməz şəkildə üzə çıxacaq. Bir çox ox atanlar tezliklə yaxşı pul qazanmağa imkan verəcək bir çox perspektivli ideyalarla çıxış edəcəklər. Faydalı insanlarla kəsilmiş əlaqələri bərpa etmək fürsəti yaranacaq. Dostlar da işlərinizə gözlənilməz müsbət təsir göstərəcəklər. Günün sonunu sakit atmosferdə, lazımsız təlaş və ciddi müzakirələr olmadan keçirmək daha yaxşıdır. Zövqlü bir şey edin və biraz dincəlməyə çalışın. Oğlaq bürcü. Maraqlı və gözlənilməz hadisələr gözləyin. Günün başlanğıcı vacib məsələlər üçün çox münasib deyil. Bir çox oğlaq çox xəyalpərəst olacaq, ona görə də vəziyyəti ağıllı şəkildə qiymətləndirmək çətin olacaq. Bununla belə özünüzə vaxt ayırmağa və taleyüklü qərarlar verməməyə icazə verə bilərsiniz. Günün ikinci yarısı dostlar və ya qohumlarla görüşlər üçün əlverişlidir, xüsusən də uzun müddət görüşməmisinizsə. Ünsiyyət sizə çoxlu xoş anlar bəxş etməklə yanaşı, faydalı fikirlər də verəcək. İşlərinizdə yaxınlarınızın köməyinə və dəstəyinə arxalana biləcəksiniz. Dolça bürcü. Hər şey rəvan getməyəcək, amma xoş hadisələr də olacaq. Səhər saatlarında bir çox dolça ailə məsələləri ilə məşğul olmalı olacaq. Bu, gözləniləndən daha çox vaxt və səy tələb edəcək, lakin əldə edilən nəticələr sevindirəcəkdir. Bununla belə, səbirli olmalı, əhəmiyyətsiz məsələlərdə qohumlarla mübahisə etməməlisiniz. Yaxşı münasibətlər saxlamaq hər hansı bir vəziyyətdə yolunuzu tapmaqdan daha vacibdir. Axşam yaradıcılıq və hobbi üçün idealdır. Sevdiyiniz bir işlə məşğul olmaq sizi sakitləşdirməyə və rahatlıq tapmağa kömək edə bilər. Balıqlar bürcü. Gün çoxlu xoş sürprizlər gətirəcək. Tezliklə həyata keçiriləcək maraqlı ideyalar ortaya çıxacaq. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Bir çox balıqlar hər hansı sürprizlərin öhdəsindən gəlməyə kömək edəcək güc və enerji ilə dolu olacaqlar. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız. Ailə üzvləri sizə kömək etməkdən məmnun olacaqlar. Birgə fəaliyyət sizi birləşdirəcək, uzun müddətdir davam edən ziddiyyətləri həll etməyə və aranızda qarşılıqlı anlaşmanı gücləndirməyə imkan verəcək. Yaşlı qohumların məsləhətlərinə qulaq asmaq zərər verməzdi.